kütləsi 2. 16. Həmişə görədən əvvəl gələn maddəyə məxrəcə yazırıq. Digərisində sürətə yazırıq. Yəni bir qazın kütləsi digər qazın kütləsindən nə qədər çoxdur? Nisbi sıxlıq onu bildirir əslində bizə. Bu belə. Sonra qaz qarışıqları. Qaz qarışığı deyirik ki, bir-biri ilə reaksiyaya daxil olmayan qazlar qaz qarışığı adlanır. Ümumiyyətlə, əgər 4-5 dənə qazı bir qaba tökmüşəmsə, gərək bunlar bir-birinə reaksiyaya daxil olmasın ki, qaz qarışığı əmələ gətirsin. Çünki təsəvvür edin ki, hidrogenlə oksigeni eyni qaba salmışam. Hidrogenlə oksigeni eyni qaba salsam, hidrogenlə oksigen reaksiya girib su əmələ gətirəcək. Artıq qaz qarışığı yaranmayacaq. Ona görə də qaz qarışığında mütləq şəkildə bu qazlar bir-birinə reaksiya girməməlidir. Və deyirik ki, qaz qarışığında qarışığı əmələ gətirən qazların 1 molun həcmi həmişə 23,4 litr həcm tutur. Ümumiyyətlə, əgər bir qaba 3-4 dənə maddə tökmüşəmsə, qaz tökmüşəmsə, mən bunların kütlələrini cəmləyib ümumi kütlə çıxarda bilmərəm. Çünki bu qazlar bir-birinə reaksiya girmirlər və hərəsinin ayrı-ayrı kütləsi var. Plus da bir qaba tökmüşəmsə, mən artıq bunlara bir dənə orta molyar kütlə çıxartmalıyam. M orta. Orta molyar kütlədə demək olar ki, ədədi orta ilə aşağı-yuxarı eyni anlayışdır. Orta molyar kütlənin düsturu da budur. M orta bərabərdir. N1, M1 üstəgəl N2, M2 bölünsün N1 üstəgəl N2. Yəni birinci qazın kütləsini onun moluna vururuq. Üstünə gəlirik, ikinci qazın kütləsi vurulsun onun molu, bölürük molların cəminə. İndi burada ona aid nümunə var. Baxın, deyir ki, 2 mol hidrogen və 2 mol CH4-dən ibarət qaz qarışığının orta molyar kütləsini müəyyənləşdirin deyir. Deməli, yenə düsturumuz bu formadadır. Birinci qazımız hidrogendir, molu 2-dir. Ona görə hidrogenin kütləsi 2-ni vururam 2-yə 4. 2 mol CH4, 2-ni vururam, CH4-ün kütləsi 16-ya. Bölürəm molların cəminə, yəni 2 üstəgəlsin 2-yə. Bunu tapıram M ortanı 9. Bu sualı dəyişib versəm ki, 2 mol hidrogen və 2 mol CH4-dən ibarət qarışığın hidrogenə görə nisbi sıxlığını tapın. Buna aid N sualı var, N sayda sualı var. Hidrogenə görə nisbi sıxlığını tapın. Əgər şərti dəyişib bu formada eləsəm, orada işlər dəyişəcək. Çünki mən burada baxıram ki, 2 dənə qaz var. Mən bu qazın hansını hidrogenə görə nisbi sıxlığına bölüm? Bölə bilmərəm. Ona görə mən məcburam ki, bu 2 qazın orta molyar kütlələrini tapım. Ondan sonra yazım ki, D hidrogen bərabərdir. M orta bölünsün M2. Qısaca qaz qarışığının hansısa bir maddəyə görə nisbi sıxlığı veriləndə mütləq şəkildə mən M ortasını tapıb o birisi qazın kütləsini bölməliyəm. Burada M ortanı tapdım bayaq 9. 9-u da 2-yə böldüm, eləyir 4,5. Deməli, cavabım olacaq 4,5. Əgər nisbi sıxlığı soruşursa. Yox, əgər nisbi sıxlığı soruşmursa, sən bir qazın o birisi qaza nisbi sıxlığı deyirsə, elə birin kütləsini o birisinin kütləsinə bölmüş olacaq. Bu belə. Deməli, molyar kütləsi bərabər olan qazların sıxlıqları da bərabərdir. Bayaq dedik. Əgər molyar kütlələri fərqli olan qazlardırsa, məsəl üçün, molyar kütləsi 28 olan bir qazla molyar kütləsi 30 olan bir qazı qarışdırsam, bu iki qazı qarışdıranda yeni bir qaz qarışığı alınacaqdır, düzdürmü? Həmin o alınan yeni qaz qarışığı bunların arasında bir rəqəm olacaq, sıxlığı yəni. Məsələn, 29. Həmişə belə olur, fərqi yoxdur. Sıxlığı 2 olan bir qazla, sıxlığı 25 olan bir qazda qarışdırsam, yenə də bu qazların qarışığından əmələ gələn qazın sıxlığı 2 ilə 25 arasında bir rəqəm olacaq. Məsələn, 20 alsın və ya 19 alsın və s. Yəni, həmişə arada bir rəqəm alır. Orada da bizə şərtdə onu deyir ki, molyar kütləsi fərqli olan qazların əmələ gətirdikləri qaz qarışığının sıxlığı qarışığı əmələ gətirən qazların sıxlıqları arasında qiymət alır. Əgər sıxlığı kiçik olan bir qaza, məsəl üçün, sıxlığı 25 olan bir qazdır. Sıxlığı 30 olan bir qaz əlavə eləmişəm. Bayaq dedik ki, bunların arasında bir rəqəm alır. Məsəl üçün, 27 alsın. Baxın, başlanğıcı 25 idi, aldı 27. Gördünüz, ilkin qazın sıxlığı artdı. Amma sıxlığı, məsəl üçün, 30 olan bir qaza, sıxlığı 2 olan bir qaz əlavə eləmişəm. Yenə 30 ilə 2 arasında bir rəqəm alacaq. Məsəl üçün, 20 alsın. Başlanğıcı 30 idi, oldu 20. İlkin qazın sıxlığı artdı. Deməli, sıxlığı kiçik olan qaza, sıxlığı böyük olan bir qaza əlavə eləyəndə ilkin qazın sıxlığı artır. Sıxlığı böyük olan bir qaza, kiçik olan bir qaza əlavə eləyəndə isə ilkin qazın sıxlığı azalmış olur. İndi baxırıq buradakı 13-cü suala. Deyir ki, hansı qazların normal şəraitdə sıxlıqları eynidir? Deməli, sıxlıqları eynidirsə, deməli, bunların kütlələri də eyni olmalıdır. İndi gəlin bu maddələrin kütlələrini tapaq. Mr CO2-nin kütləsini tapsam. Karbon bir dənədir,
12 üstəgəl oksigendən 2 dənə də ona görə yazam 16 vurulsun 2. Bu oldu 44 qram. Deməli karbon qazının kütləsi oldu 44 qram. Sonra MrC2H2-yə baxırıq. Karbon 2 dənədir. Ona görə yazıram 12 vurulsun 2. Üstə gəlinsin. Hidrogende 1 vurulsun 2. Bu deyilir 26 qram. MrC3H8-ə baxsam, karbon 12-dir. Karbonun 3 dənə olduğu üçün 12 vurulsun 3. Üstə gəlinsin. 8 vurulsun 1. Bu deyilir 44. Deməli, 1 ilə 3-cünün kütlələri bərabərdir. Deməli, bunların sıxlıqları da bərabər olmuş olacaq. Həmişə harada kütlələr bərabərdirsə, deməli, bu qazların sıxlıqları da bərabərdir. Baxın, qaz halında maddələrdən söhbət gedir. İndi gəlin burada 32 tipli suala baxaq. Deməli, bu natrium 2 SO4 vur 10 molsu bizdə kristal hidrat adlanır. Kristal hidrat duzla sudan ibarət bir qarışıqdır. Baxın, natrium 2 SO4 duzdur, 10 mol sudakı su olan tərəfdir. Burada ilk öncə gəlin tapaq görək atomların sayı nə qədərdir. Natrium 2 SO4-də mən görürəm ki, 2 dənə natrium var, 1 dənə kükürt var, 4 dənə oksigen var. Ümumi oldu 7 atom. 10 mol H2O-da. H2O-da 3 dənə atomdur. İkisi hidrogenin, biri oksigen. 3 atomdur, amma qarşısında 10 olduğu üçün onu vururam 3-ə. Həmişə mola vururam. Bu olur 30 atom. Arada vurma işarəsi olduğu üçün toplayıram. 7-dən 30 toplayıram 37. Ümumi bu maddədə oldu 37 atom. 0,2 molunda dediyinə görə 0,2-ni vururam 37-yə. Bu deyilir 7,4. Məsələ 2. Deyir ki, 33,6 litr neçə mol miqdarıdır? Ümumiyyətlə, litri mola çevirəndə həmişə 23,4-ə bölürsünüz. 33,6-nı bölürük 23,4-ə. Bu eləyir bizdə 1,5 mol. 44,8-i 23,4-ə bölsəm, bu da eləyəcək bizdə 2 mol. Cavabımız olacaq B variantı. Deməli, molu litrə çevirəndə, məsələn 1 mol neçə litrdir deyirsə və yaxud 5 mol neçə litrdirsə, həmişə 23,4-ə vururam. Amma tərsinə litri mola çevirəndə 23,4-ə böləcəm. Sonra buradakı suala baxırıq. 46-da deyir ki bizə 0,5 mol X2O3 birləşməsinin kütləsi 5,1 qramdır. 0,5 molunun kütləsi 5,1 qramdırsa, bu tip məsələlərin hamısında mən 1 mola görə tapıram. Gəlin görək, bəs bu maddənin 1 molu neçə qramdır? Buna da bir A yazıram. Burada A-nı tapıram 102 qram. Deməli, tapdım ki, X2O3-ün kütləsi 102 qramdır. Mən də görürəm ki, bu 102 qramın 16 vurulsun 3-ü, yəni 48 qramı oksigenə aiddir. Onda yerdə qalan 54 qram da X2-yə aid olacaq. Çünki orada 2 dənə X var. Onda burada X-in birinin kütləsi qalacaq 27. Cavab olacaq D variantı. Məsələ 4-ə baxırıq. Deyir ki, normal şəraitdə 3,36 litr helium və 4,48 litr neondan ibarət qaz qarışığının kütləsini tapın. 3,36 litr ümumiyyətlə həmişə bizdə litri veriləndə gəlin onu mola çevirək. Çünki litrlə işləmək həmişə çətin olur. Litri mola çevirsəm, deməli 3,36 litr bizdə 3,36-nı 23,4-ə bölürük, eləyir 0,15 mol. Bu oldu 0,15 mol. 4,48 litri də 23,4-ə böləndə bu da eləyəcək 0,2 mol. Deməli 0,15 mol heliumun kütləsini tapmaq istəyirəmsə 0,15-i vururam 4-ə. Bu da eləyir 0,6 qram. 0,2 mol neonun kütləsini tapmaq istəyirəmsə 0,2-ni vururam 20-yə. Bu da eləyir 4 qram. Deməli, biri 0,6-dır, biri 4-dür. Bunları cəmləyirəm. Deməli, qarışığımın kütləsi olur 4,6 qram. Amma burada qaz qarışığının kütləsini istəyir məndən. Əgər orta molyar kütləni istəsəydi, bayaq sizə keçdiyim düsturdan istifadə edəcəksiniz. 20-ci suala baxırıq. Deyir ki, 0,2 molunun kütləsi 11,6 qram olan qazdır. Deməli, 0,2 molumuzun kütləsi 11,6 qram olan qazdırsa, mən bayaq dedim, həmişə bunu 1 mola görə tapıram. 1 molunun kütləsinə bir X yazıram. Burada X tapıram 58 qram. Havaya görə nisbi sıxlıq deyirsə, yazıram D hava bərabərdir. Havaya görə dediyinə görə, deməli, məxrəcdə havanın kütləsini yazıram. Sürətdə də bayaq tapdığım qazın kütləsini. Bu da olacaq 2. Propanın sıxlığı hidrogenin sıxlığının neçə dəfə çoxdur. Propanın sıxlığı kütləsi 44-dürsə, deməli sıxlığı da 44-dür. Hidrogeni yadınızda saxlayın. Hidrogen həmişə H2 yazılır. Təkcə hidrogen yox. Azot qazı olsun, oksigen qazı olsun. Bunların ayağında 2 var. Yəni 2 atomu bəsti maddəmlə gətirir. Ona görə də hidrogen qazının kütləsi 2 qramdır.
44-ü bölürsüz 2-yə, bu da eləyir 22 dəfə. Deməli 23 dəfə ağır olmuş olacaq.